Salam, hörmətli müəllimlər. Bu videoda 18, 19 və 20 iyun tarixində keçirilmiş sertifikasiya imtahanının suallarına baxacağıq. Demək olar ki, burada bütün mövzulara uyğun suallar var. Gəlin bir yerdə sualları düzgün şəkildə cavablandıraq. Deməli, birinci sualı yazıb ki, mükəmməlsən, səndən ancaq bu performansı gözləyərdim. Ümumiyyətlə, belə şərtinə bu hissəsinə hələ baxmırıq. Rəy olaraq bu düzgün rəydirmi? Xeyr, düzgün rəy deyil. Mükəmməlsən, səndən ancaq bu performansı gözləyərdim. Sən ağıllısan, akademiksən, savadlısan. Bu cür rəylər düzgün rəylər deyil. Niyə düzgün rəy deyil indi sizcə? Nəyə yönəlikdir ki, bu rəy dedik ki, düz deyil? Bu rəyi şagirdin özünü tərifləməli deyildim və gördüyü işi tərifləməli idim. Uşağın özünü tərifləmək düzgün rəy deyil. Yəni, nəyə yönəlikdir bu rəy? Bəli, emosiyalara yönəlik olduğu üçün bu rəy düzgün rəy deyil. Yəni, ona görə yanlış, yəni nəyə görə yanlışdır? Emosiyalara yönəlik olduğu üçün bu rəy yanlış rəydir. Düzgün cavabımız oldu C variantı. Baxırıq ikinci suala. Şagirdlərə məktəbin tavanı üçün trapeziya formasında günəş paneli hazırlamaq tapşırılır. Ölçülər verilir və uşaqlar model qurmalıdır. Baxın, uşaqlar məktəbin tavanını hazırlamalıdır. Uşaqlar günəş panelinə uyğun olaraq günəş paneli tavan hazırlamalıdır. Yəni, bunlar öyrəndiyi, riyaziyyatdan öyrəndiklərini indi nə edəcəklər? Həyata keçirəcəklər. İnteqrasiyanın bir növü olduğu fən üstü inteqrasiya. Bir də baxın, şagirdlər məktəbin tavanı üçün günəş paneli formasında olan bir tavan hazırlayırlar, ölçülər verilir, model qurmalıdırlar. Yəni, hesablamaq var, burada müəyyən model qurmaq var və s. Ən azı burada bir-iki fəndən istifadə olunur. Yəni, bir neçə fən arasında inteqrasiya qurmalıyam ki, mən o paneli hazırlayayım, modelini qurum, ölçüləri hesablayım və s. Deməli, düzgün cavabımız olacaq fənlər arası inteqrasiya və fənn üstü. Düzgün cavab oldu 2-də D variantı. Üçüncü suala baxırıq. İnteraktiv təlimə aid olmayan fikirləri seçin. Yəni, müasir, hal-hazırki təlimə aid olmayanları seçin. Həyati bacarıqlar formalaşır, bu düzdür, bunu götürmürəm. Müəllim mərkəzli olmalıdır, səhvdir, şagird mərkəzli olmalıdır, 2-ni götürəcəyik, 2 aid deyil. Müəllim təlimat verməlidir. Müəllim şagirdlərə təlimat verməlidir. Yəni, bunu belə eləyin, bir növ mühazim, bütün hökümranlıq müəllimdədir, elə bir avtoritar rejimdir. Bu da yanlışdır. Müasir dövrdə şagirdlər daha aktivdir. Məlumatları araşdırmaq, eləmək hamısı şagirdlər edir müasir dövrdə. Rəqabətə əsaslanan olmalıdır. Müasir təlim rəqabətə əsaslanan olmalı deyil. Sinifdə bir qarşıdurma yaranacaq. Tənqidi düşüncə formalaşdırır, bu düzdür, effektiv mühit yaranır. Yəni, müsbət fikirləri çıxmalıyıq. Bu arada imtahanda interaktiv təlimlə bağlı suallar daha çox düşür. Fikir vericisi artan 2 dəfə imtahan təşkil olunur və hər birində interaktiv təlimə aid sual var artıq. Mühazirə tipli metoddan istifadə olunur. İnteraktiv təlimə zidd olan fikirlərdən biri mühazirədir. Mühazirə ənənəvi təlimdə olur. Müəllim danışır, mühazirəni oxuyur, şagirdlər passiv dinləyirlər. İnteraktiv təlimdə şagird passiv olmur, şagird aktiv olur. Mühazirə görsəz testlərdə, imtahanlarda bilin ki, interaktiv təlimə aid deyil. Deməli, düzgün cavabımız 2, 3, 4, 7. 2, 3, 4, 7 hardadır? B variantında. 3-də düzgün cavab oldu B variantı. Baxırıq 4-cü suala. Formativ qiymətləndirməyə aid deyil. Aid deyil deyəndə yenə formativ qiymətləndirmə bəndləri oxuyub təkrarlayaq. Özünü qiymətləndirmə. Variantlara heç baxmayaq. Özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə var, rubrik var burada, əks əlaqə, rəy vermək var, izləmək, irəliləmək, uşaqları müşahidə eləmək, hamısı var. Gəlin bəndləri çıxaq. Özünü qiymətləndirmə aiddir, qarşılıqlı qiymətləndirmə aiddir, müşahidə, izləmək, irəliləmək o da buradadır. Bölmənin və yarımilin sonunda keçirilir. Bu sonda keçirilən hansı idi? Bəli, bu summativ qiymətləndirmədir, formativ deyildir. Aid olmayan elə D variantıdır. 4-cü sual düzgün cavab oldu D. Çıxış biletindən, rubriklərdən istifadə olunur, bu da doğrudur. Formativ qiymətləndirməyə aid olmayanı seçin, yəni səhv fikir seçməlisiniz. Şagirdi olduğu yerdən olmalı olduğu yerə aparır, irəliyə aparır, gələcək yönümlüdür, bu düzdür, amma götürmürük. Bizə səhv cavablar lazımdır 5-ci sualda. Daha sonra, hər bölmənin əvvəlində, bölmənin əvvəli, gəlin təkrarlayaq, yarımilin əvvəli, tədris ilinin əvvəli, sinifdən sinifə keçəndə, məktəbdən məktəbə yerin dəyişəndə keçirilən qiymətləndirmə hansı idi? Bəli, bunu təkrarlamaq üçün dedim ki, cavabı özünüz deyəsiniz. Bu diaqnostikdir. Bizə nə lazımdır? Formativə aid olmayan.
Aid olmayan il ikili. Gələcək yönümlüdür formativ, bu dəqiqədir. Davamlı inkişafını təmin edir, irəliləmək, izləmək, bu da formativdədir. Təlim nəticəsinə uyğunluq təşkil etməlidir. Yəni nəticəmizə uyğun olmalıdır qiymətləndirməmiz. Bu da doğrudur. Təlim nailiyyətləri irəli izləmək, bu dəqiqədir ki, izləmək, irəliləmək formativdə olur. Şagirdə müsbət təsir göstərməlidir. Yəni kobudluq eləmir, əks əlaqə qurmalıyıq və s. Bu doğrudur. Yəni şagirdə irəliyə aparıram da, təbii ki, bu müsbət təsir göstərir. Nailiyyətlərin statistikası aparılır. Məsələn, biri 90 bal toplayıb statistikaya baxıram, o bir şagird 60 bal toplayıb, o biri 50 bal toplayıb. Statistik bal harda olur? Summativdə. Summativdə statistika olar da, formativdə statistika olmur ki. Deməli, düzgün cavabımız oldu 2, 8. 2, 8 hardadır? B variantında. Deməli, 5-ci sualımızın düzgün cavabı oldu B. Baxırıq 6-cı suala. Effektiv əks əlaqə nədir? Əks əlaqə hansı qiymətləndirmədə olurdu? Bu dəqiqə dedik ki, əks əlaqə, bəli, formativ qiymətləndirmədə olurdu. İndi ki, əks əlaqənin nə üçün lazımdır? Əks əlaqə nəyə vacibdir? Şagirdin inkişafını izləmək, irəliləmək, onun inkişafını istiqamətləndirən bir prosesdir. Baxın, düzgün cavab elə C variantıdır. Mən şagirdə rəy verirəm ki, şagird, yəni hər hansı bir rəy verəndə şagirdin inkişafını istiqamətlendirici bir rəy verir. Düzgün cavab altta oldu C variantı. Düzgün cavabımız oldu C variantı. Məsələn, şagirdin nailiyyəti yekun təsviridir. Yekun təsvir bal toplamaq harda olur? Summativdə olur. Bizə formativ lazımdır. Çünki əks əlaqə formativdə olur. Baxırıq 7-ci suala. Şagirdlər kəsrləri daha yaxşı öyrənmək üçün oyun hazırlamasını tapşırırıq şagirdlərə. Şagird oyun tərtib etməlidir və stolüstü oyunlar üçün suallar tərtib etməlidir. Baxın, şagirdlər dərsi daha yaxşı öyrənmək üçün oyun hazırlamalıdır və bununla bağlı şagirdlər oyundan bağlı stolüstü oyun və onun üçün də suallar hazırlamalıdır. Yəni hamısını sıfırdan özləri eləməlidir. Oyun da tərtib etməlidir, sonra həmin oyuna uyğun suallar da tərtib etməlidir. Yəni olmayan bir şey hazırlayırlar özlərindən. Bu hansı mərhələyə aid idi? Bəli, bu yaratmaq mərhələsi. Düzgün cavab oldu C variantı. Baxırıq, deməli 7-də düzgün cavab oldu C. Sonra baxırıq 8-ci suala. Proyekt təqdim etməlisiniz. Təqdimatı elə etməlisiniz ki, sponsor onu seçsin. Yəni fikirli taksonomiya hansı mərhələ? Yəni mən elə bir proyekt təqdim etməliyəm ki, həmin proyekti, yəni fikirlərimi elə deməliyəm ki, sponsor məni seçsin. Yəni bu bir növ birisi hətta nəyə oxşuyur? Üsullarda demişdim. Debat üsulunda əsas məqsəd elədir ki, mən elə danışmalıyam ki, üçüncü tərəfi öz mövqeyimin düzgünlüyünə inandırım. Burada da yəni elə bir proyekt təqdim eləməmiş, sponsor məni seçsin. Yəni mən onu o qədər qəşəng inandırmalıyam ki, o mənim fikirlərimin doğru olduğuna inansın. Bir növ öz fikirlərimi əsaslandırıram. Bu hansı mərhələyə aid idi? Bəli, öz mövqeyimi əsaslandırıram. Dəyərləndirmək mərhələsi və təfəkkür olaraq yanında nə götürür? Dəyərləndirmək, vergül, bəli, tənqidi təfəkkür. 8-də düzgün cavab oldu B variantı. Baxırıq 9-cu suala. Müəllim şagirdlərə layihə üzərində qrup işi verir. Qruplardan biri çox yaxşı nəticə göstərir. Ancaq məlum olur ki, qrupda şagirddə yalnız biri çalışıb, digərləri heç nə eləməyib. Müəllim burada vəziyyəti necə tədbir görməlidir? Deməli, müəllim şagirdlərə qrup işi verib. Qruplardan biri çox yaxşı nəticə göstərir, amma sonra məlum olur ki, qrupda olan yalnız şagirdlərin biri çalışıb, digərləri heç nə eləməyib. İndi mən hansı tədbiri görsəm, bu yaxşıdır. Yəni bətlərə baxaq. Deyir ki, özünü qiymətləndirmədə üstünlükdən istifadə olunmalıdır. Deyir, müəllim burada hansı tədbiri görməlidir? Özünü qiymətləndirməyə üstünlük verməlidir. Burada qrup işindən söhbət gedir. Mən neyim ki, vəziyyətə daha da yaxşılaşdırım. Özünü qiymətləndirmənin nə adiyyatı var burada? Müəllim mərkəzli metoddan istifadə olunur. Müasir təlimdə müəllim mərkəzi yox, şagird mərkəzindən istifadə olunmalıdır. Yəni mən vəziyyəti necə düzəldim ki, yaxşı olsun? Tədbir görməliyəm indi. Müəllim ev tapşırığının sayını artırmalıdır. Bunlar bu dəqiqə qrup işi işləyir. Ev tapşırıqdan sayını artırmağın nə mənası var? Onsuz uşaqlar heç sinifdə işləməyiblər bir yerdə, qaldı ki, evdə tapşırıq işləyəcəklər. Müəllim fərdi iş formasına əhəmiyyət verməlidir. Ümumiyyətlə bütün təlim formalarından istifadə olunmalıdır. Yəni ancaq fərdi verim, hərə özü işləsin, elə də olmur. Müəllim şagirdlərə tapşırmalıdır ki, gündəlik hər bir komanda üzvü gördüyü işin, bəli, yəni hər bir 6 nəfər biz bir yerdə əyləşmişiksə, biz işimizi bərabər şəkildə öz aramızda paylaşmalıyıq ki, tutaq ki, mən qrupda əyləşmişəm. Mən nə iş görmüşəm bugün? Leyla nə iş görüb? Aygün nə iş görüb qrupda? Yəni hər kəsin özünün bir işi var, hər kəsin bir hesabatı var ki, yəni mən qrupda əyləşmişəm, nə iş gördüm mən? 5 düzgündür. Yəni çünki hər kəsin öz növbəsi var, öz işi var. İşi bərabər şəkildə bölməliyik.
Müəllim şagirdlərə komanda şəklində fəaliyyəti göstərməyə cəlb etməlidir. Yəni bəli, müəllim şagird komanda şəklində fəaliyyət göstərməyə cəlb etməlidir. Ki uşaqlar tək işləməyin də. Biz tək işləyirəmsə mən niyə qrup vermişəm? Qrup vermişəm ki, komanda şəklində işləsin. Yəni komanda şəklində işləməyə şagirdləri bir növ sövq edirəm, həvəsləndirməliyəm onları ki, bir yerdə işləsinlər. Daha biri işləyib 5 nəfər elə belə oturmalı deyil. Düzgün cavabımız 5, 6 oldu. Bu neçənci sual idi? 9. 9-a düzgün cavab 5, 6 hardadır? Y variantında. 9-a düzgün cavab oldu Y. Baxırıq 10-cu suala. 10-cu sualda nə yazılıb? Maliyyə savadlılığını, inkişafını təmin edir. Maliyyə. Variantlara baxmadan maliyyədən deyirsə, söhbət nədən gedir? Qənaət pulu, büdcəmi, pulumu qənaətlə xərcləməkdən gedir. İqtisadiyyatla bağlı olur. İndi gəlin elə bir variantlar axtaraq. Qərarın müsbət mənfi cəhətlərini, ümumiyyətlə bu qərarı qəbul etməkdə maliyyənin aidiyyəti var. Bunu çıxdım. Səmərəli istehlak davranışlar nümayiş etdirib, qənaətli istifadə, resurslarda qənaətlə, yəni bədxərclik eləmirəm də, əlimdə nə varsa ondan qənaətlə istifadə edirəm. Bəli, bu məndən maliyyə savadlığının olduğunu göstərir. Heç digər variantlara baxmağa ehtiyac yoxdur. Maliyyədən söhbət gedir, iqtisadiyyat, istehlakla bağlı, qənaətlə xərcləməkdən, büdcədən söhbət gedir. Elə bir variant axtarmalısınız. Onda düzgün cavabımız oldu B variantı. Sonra 11-ci suala baxırıq. Qrup işinə aid olan situasiyanı müəyyənləşdirin. Qrupla işləyirik. Tutaq ki, biz bir qrupla əyləşmişik. İndi tutaq ki, qrupda 5 nəfər əyləşmişik, 4 nəfər, 6 nəfər əyləşmişik. İndi aid olanları seçindir. Fərd daxili intellekti formalaşdır. Əgər biz komanda ilə işləyirsə, niyə fərd daxili formalaşsın ki? Əməkdaşlıq inkişaf eləyirmi? Qrup işində bəli, inkişaf eləyir. 2-ni götürürük. Fərdi əks əlaqə. Biz qrupla işləyirsə, fərdi əks əlaqə niyə olsun ki burada? Fərdlər çıxırıq. Öz inkişaf dinamikamı harda işləyirəm, hansı təlim formasında izləyirəm? Fərdi işdə. Mən özüm bilirəm ki, nəyi bilirəm, nəyi bilmirəm. Bu fərdi olur. Ünsiyyət formalaşırmı? Bəli, biz komanda ilə, kollektivlə işləyirsə, komanda, kütlə ilə işləyirsə, bizə ünsiyyət formalaşır. 5 də düzdür. Şagird sayının çox olması çətinlik yaradır. Bu hansı təlim forması idi? Hansı təlim formasını deyirik ki, şagird sayı çox olur, çətinlik yaradır, daha doğrusu. Bəli, bunu fərdi də demişdik. Bu da fərdidir. Deməli, düzgün cavabımız oldu A variantı 2, 5. 11-də düzgün cavab oldu A variantı. 12-yə baxırıq. Yazıb ki, 12-ci sual. Şagirdlər oxuyub öyrəndiklərini esse şəklində oxuyub öyrəndiyi, başa düşdüyü, indi öyrəndiklərimizdən istifadə edib bir esse yazmalıyıq. Yəni, hansı mərhələni işə salacağıq? Elə bir əsəri oxudum, başa düşdüm. İndi ona uyğun öyrəndiklərimizi nə edəcəyik? Bəli, tətbiq eləyəcəyik. Düzgün cavab oldu tətbiq etmək. 12-də düzgün cavab oldu C variantı. 13-ə baxırıq. Müəllim şagirdlərə iqlim dəyişikliyi mövzusunda xarici ədəbiyyatda araşdırır və təqdimat hazırlamalarını söyləyir. İqlim dəyişkəni, tutaq ki, bu coğrafiyadır. Xarici ədəbiyyatlardan araşdırmaq. Burada söhbət hansı inteqrasiyalardan gedir? Fənlər arası inteqrasiyadan gedir. Çünki 2 fən var burada. İqlim dəyişkənliyi, ədəbiyyatlardan, xarici ədəbiyyat və s. Bu fənlər arası inteqrasiyadır. Fənlər arası inteqrasiya olduğunu tapdıq. Daha sonra fənlər arasını tapırıq. Daha sonra baxın burada coğrafiya dərsindədir. İqlim dəyişikliklərini öyrənməliyik. Burada coğrafiyanın 2 fərqli məzmun xəttindən söhbət gedir. Digər ixtisas müəllimləri bu sualı səhv eləyə bilərlər. Çünki coğrafiyanın axı məzmun xəttlərini bilmirlər. Bunu coğrafiya müəllimləri bilməlidir ki, ixtisasımızın məzmun xəttləri hansılardır. Mesela coğrafi məkan var, təbiət var. Burada baxın, iqlim dəyişikliklərini araşdırmalı. Misal üçün, bu ərazidə iqlim dəyişikliyi necədir? Buranın təbiəti necədir? Tutaq ki, buranın təbiəti soyuqdur, istidir. Sonra digər ərazinin təbiəti istidir, soyuqdur. Uşaqlar onu öyrənməlidir. Bu coğrafiyanın 2 fərqli məzmun xəttindən gedir. Biri məkandır, yəni bu ərazidə hava temperaturu, iqlim dəyişikliyi belə olur. O bir ərazi belə olur. Bunlar həm məkanları araşdırmalıdır, həm də təbiət. Məkan və təbiət coğrafiyanın məzmun xəttləridir. Bu məzmun xəttlərindən söhbət gedirsə, bu hansı inteqrasiya? Fən daxilidir 100%. Fən daxilinin üfüqisi idi, yoxsa şaqulisi idi? Məzmun xəttlər arasında inteqrasiya hansıdır? Bunu dəfələrlə demişdik. Bəli, bu üfüqi inteqrasiyadır. Fənlər arası, fən daxili, üfüqi inteqrasiya. Daha dəqiq düzgün cavab C-dir. Fən daxilidir, üfüqi inteqrasiyadır. Nəyə görə? Çünki məzmun xətti, coğrafi məkan, təbiət məzmun xəttləri arasında inteqrasiya qurmuşuq. Fənlər arası niyə oldu? Çünki ədəbiyyatdan, xarici ədəbiyyatlardan araşdırmalıyıq. Deməli, 13-cü suala düzgün cavab oldu C variantı. Baxırıq 14-cü suala. Aşağıdakılardan hansı formativ qiymətləndirməyə aid deyil? Ümumiyyətlə, qiymətləndirmə sualı imtahana, yəni 100% düşür. Tədris prosesi düzgün aid deyil. İstiqamətləndirmək, irəliləmək hansı qiymətləndirməkdir? Bunu artıq dəfələrlə demişik, formativdir. Bu düzdür, bizə səhv cavab lazımdır. Şagird fəaliyyətini stimullaşdırmaq, rəy vermək formativdə idi, yoxsa summativ qiymətləndirmədədir?
Bəli, rəy formativdə olur. Bunu da çıxırıq. Bizə yanlış cavab lazımdır. Şagirdin təlim nailiyyətlərindən olan əsas əlamətləri üzə çıxarmasıdır. Şagirdin təlim nailiyyətini üzə çıxardan qiymətləndirmə hansıdır? Nailiyyətini ölçmək, kəmiyyətlə ifadə olunur. Bəli, bu formativə aid deyil. Formativdə şagirdləri necə deyim, inkişafını izləyir, irəliləyir, rəy vermək, istiqamətləndirmək, gələcək yönümlüdür. Şagirdin nailiyyətini üzə çıxardan hansıdır? Biri 90 topladı, biri 50 topladı, biri 60 topladı. Bu summativ qiymətləndirmədə olur. Yanlış cavabımız elə 14-də C variantıdır. Öz öyrənmələri ilə bağlı özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə formativdə olur. Məzmun standartı mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləyir. Məzmun standartda mənimsənilməsini ölçür yazılsaydı, hansı olardı? Onda summativ olardı. Amma burada mənimsənilməsini izləyir, irəliləmək və s. bu sözlərin hər biri formativdədir. Düzgün cavabımız 14-də oldu, C variantı. Baxırıq 15-ci suala. Müəllim qrup işi təşkil edir. Qrupdakı şagirdlər aktiv iştirak edir. Bir nəfər şagird isə kənarda qalır. Bu situasiyada müəllim hansı addımı atsa daha doğru olur. Gəlin bəndlərə baxaq da, standart cavabı yoxdur ki, variantlardan hərəkət eləməliyik. Şagirdin bu vəziyyəti öz səhvləri ilə düşündürdüyünü bildirib tənbih etmək. Yəni öz səhvindir də onu tənbih eləmək. Tənbih eləmək çıxış yol deyil. Anı çıxıram. Digər şagirdlər daha aktiv olduqları üçün mükafatlandırmaq. Bu vəziyyəti həll elədimi? O birləri mükafat verdim, o bir uşaq yəni kənarda qaldı axı. Bu da çıxır. Kənarda qalan şagirdləri müşahidə edib onu qiymətləndirmədən çıxartmaq. Bu vəziyyəti həll hamı qiymətləndirdim, o qaldı qıraqda. Hər kəsi şərait yaratmadım axı burada. Qoymaq ki, şagird özü istəyəndə qrupa qoşulsun. Bəlkə ümumiyyətlə uşaq heç qrupa qoşulmadı. İndi ümid qalıb şagirdə görüm nə vaxt qrupa qoşulur. Bu da hər bizə lazımdır ki, hansı addımı atsam vəziyyəti düzəldə bilərəm. İnklüziv mühit yaradaraq hər bir şagirdin iştirakını təmin etmək. Zəifdir, güclüdür, hər hansı bir xüsusiyyətinə görə uşaq kənarda qalmamalıdır. Hər kəs iştirak etməlidir. Yəni sinifdə bir inklüziv bir mühit yaratmalıyıq. Düzgün cavab elə oldu, Y variantı. Mən 15-ci sual düzgün cavabı Y. Keçirik 16-cı sual. Burada bəzi sualların orfoqrafiyasında yanlışlıqlar var. İndi bu hazır suallar olduğu üçün ona görə bu sualların üzərində izah edirəm. İndi burada müəyyən şəkilçilərdə və s. səhvlik ola bilər. Əsas bizə sualın mahiyyəti maraqlıdır. Baxırıq 16-cı suala. Deyir, müəllim şagirdlərdə ingilis dilində oxumağa mətn verir və bitirdikdən sonra deyir, mətni ümumiləşdir. Tutaq ki, 5 səhifəli bir mətn oxumuşam ingilis dilində. Oxudun, qurtardın, lap yaxşı. İndi deyir, bu mətni ümumiləşdir, görüm nə başa düşdün o mətnin içindən. Oxuduğum mətni ümumiləşdirmək üçün gərək özüm anlamalıyam, dərk etməliyəm, başa düşməliyəm. Deməli, düzgün cavab oldu nə? Anlamaq mərhələsi. Y variantı 16-cı sualda. 17-yə baxırıq. Bir şagird dərsdə səs salır, müəllimin hansı davranışı daha məqsədə uyğun olar? Ümumiyyətlə, bunu hansı mövzuda keçmişdi? Sinifin effektiv idarə olunmasında şagird səs salırsa, bizim bununla bağlı qaydalar xatırlatmağımız lazım idi. Müəyyən gözləntilər, prosedurlar, sinif daxili konflikti həll etmək üçün müəyyən addımlar atmalıydıq. Dərsi saxlayıb bütün sinifi cəzalandırmaq. Bir şagird dərsini geçanı pozub bütün sinifi niyə cəzalandırıram? A-na çıxdım. Şagirdi dərsdən çıxarmaq, valideynlərini çağırmaq. Ümumiyyətlə, şagird dərs prosesindən çölə niyə çıxardıram? Ümumiyyətlə, belə bir şey olmaz. Uşağın başına bir hadisə gələr. Yəni, dərsdən niyə çıxardıram uşağı? Səsi qaldıraraq şagirdə qışqırın. Bu avtoritar rejimdir. Müasir təlimdə belə bir şeyə yol verilmir. Çünki şagird də şəxsiyyətdir, müəllim də şəxsiyyətdir. Şəxsiyyətin üstə niyə qışqırım mən? Sanki heç nə olmamış kimi reaksiyasız qalmaq. Şagird səs salır, mən də dərsimi keçirirəm. O zaman mənim dərsimə qulaq asan olmayacaq ki, hamı səs salına baxacaq. Gözləntiləri bəli səsləndirmək və bir növ uşaqları xatırlatma edirəm. Gözləntiləri səsləndirirəm və qaydalara uyğun davranışları uşaqlar nə demişdi? Hansı qaydalarımız var idi? Onları xatırladıram ki, uşağın yadına salıram ki, yəni dərsin geçanı pozmaq olmaz da xatırlatma edirəm. Düzgün cavab oldu Y variantı. 18-ə baxırıq. Formativ qiymətləndirmənin əsas məqsədi nədir? Bayaqdan dəfələrlə formativ qiymətləndirmədən danışmışıq. İndi gəlin düzgün variantı tapaq. 18-ci sualda. Şagird ilin sonu yekun qiymətləndirmədir. Formativ ilin sonunda nə gəzir? Buna çıxdıq. Şagirdi qiymətə görə sıralamaq. Biri 5 aldı, biri 4 aldı, biri 3 aldı, biri 90 bal topladı, biri 50 bal topladı. Bu formativdə yoxdur. Şagirdi cəza və mükafat vermək üçün əsas yaratmaq. Formativ qiymətlə uşağa niyə cəza və yaxud mükafat verirəm?
Yalnız imtahan nəticələrinə əsaslanmaq bu da yanlışdır. Sual cavabı oxuyanda görürük ki, o absurd cavablardır. Şagirdin nailəni davamlı izləmək, irəliləmək, inkişafına dəstək vermək düzgün cavab oldu. Formativ Y variantı. Ümumiyyətlə imtahanda da qiymətləndirmə bağlı bir sual görəndə A-nı, B-ni oxuduq. Yəqin cavablardan biri budur deyib götürmür. Baxın, bütün variantları oxuyun. Deyim ki, Y variantıdır ki, inkişafı izləmək, irəliləmək, inkişafına dəstək vermək. 18-də düzgün cavab oldu Y. Ona görə bütün variantları oxumaq çox işimizə yarayacaq. 19-a baxırıq. Uşaqlardan biri məktəbli formasında gəlmir. Digər şagirdləri ona lağa eləyirlər. Bu vəziyyətdə müəllimin hansı addımı ən düzgün yanaşma olar? Yəni, ən düzgün yanaşması nə edə bilər müəllim? Demək, uşaqlardan biri məktəbli geyimində gəlmirlər, digər uşaqlar ona lağa qoyurlar. Şagirdə irad bildirmək və məktəbli formasında gəlmək olmaz. Yəni, forması daha doğrusu gəlmək olmaz. Bu, yəni, necə deyim, düzgün yanaşma deyil. Mən istəyirəm ki, sinifdəki abu-havanı düzəldim. Uşaqlar bir-birinə lağa qoymasınlar da, bunu xüsusiyyəti onları da aradan qaldırım. Niyə lağa qoyurlar bir-birinə? Empatiya, sinofobiya, empatiya nədir? Özümüzü qarşımızdakı şəxsin yerinə qoymaq, onu anladığımızı nümayiş etdirmək, şagirdlərə hörmət münasibətinin vacibliyini izah etmək. Yəni, müəllim deməlidir ki, uşaqlar özünüzü onun yerinə qoyun. İndi ola bilər də hər hansı bir səbəbdən bəlkə məktəbli formasında, nə bilim, ləkəsi var, üstündə nə bilim, nəsə qaynar bir şey daxılır və yaxud məktəbli forması yararsız haldadır. Bəlkə nəyəsə görə geyinə bilmir də. Yəni, mütləqdir ki, gərək lağa qoyaq uşağı ələ salaraq. Yəni, uşaqlarda empatiya hissi formalaşmış olsa, uşaqlar belə bir şey eləməyəcək. Həm də bir-birinə hörmət eləmək lazımdır. Düzgün cavabımız oldu B variantı. Lağ edən şagirdlərə sərt cəza verin. Bu prosesin həll yolu deyil. Forma geyinməyən şagird dərsdən uzaqlaşdırmaq. Ümumiyyətlə, şagirdi sinifdən çıxartıram. Digər şagirdləri görməzdən gəlmək bu əslində yaxşı bir şey deyil. Bu lağa qoyduğum uşaq pis ola bilər, depressiya düşə bilər, Allah uzaq olsun, pis hadisələrlə nəticələnə bilər. Bu bir növ bullyingdir də, elə belə uşağa qarşı. Daha sonra deməli bu 19-cu suala baxdıq. 19 oldu B variantı. 20-yə baxırıq. Deməli 8-də 2 kəsir 4-də 1 kəsirə deyir bərabərdir. Olduğunu bir hansı üsulla izah eləsəm daha anlaşılan olar. Bir var bunu mən belə deyim, bir var bunu mən daha aydın deyim ki, daha anlaşıqlı. Elə bunu ixtisar eləyəndə 4-də 1 qalır. İndi mən bunu necə izah edeyim ki, uşaqlar daha qəşəng başa düşsünlər. Təkcə qaydanı əzbərlətmək, əzbərləmək uşaqların beynində necə dərk etməyi inkişaf etdirmir. Səhərdən axşama qədər qayda əzbərləyim, onu tətbiq edə bilməyəndən sonra nəyə lazımdır? Çətin olduğunu deyib mövzunu keçməmək. Uşaqlar, bu çox çətin mövzudur, ona görə mən bunu sizə keçə bilmərəm. Bu həll yolu deyil axı vəziyyətin. Kəsirləri qarışıq şəkildə izah etməklə. Tutaq edirəm uşaq 8-də 2 kəsirini ixtisar eləyəndə qalır 4-də 1. Ona görə 4-də 1 4-də 1-ə bərabərdir. Bunu belə deyəndə tam aydın olmayacaq. Amma mən onları həqiqətən necə deyim, əyani şəkildə, vizual şəkildə, baxın Y variantında yazılıb. Şagirdləri vizual vasitələrlə, məsələn, dairə çəkirəm, dairənin içində baxın, deyirəm uşaqlar 2-də 1 ilə 4-də 1 belə olur. Hər hansı bir əşyaları bölürəm onun üzərində və yaxud da bəzən müəllimə tort dilimin üzərində, nəyisə üzərində elə bir göstərirlər də. Uşaqlar da ki, hə, müəllim başa düşdü, doğrudan bunlar ikisi də eyni imiş ki. Yəni belə olanda uşaqlar daha normalda gördüyümüz şey çox yadımızdan çıxmır da. Ona görə əyani, vizual vasitələrlə izah edəndə bu daha yaxşı yadda qalan olur. Bunda çıxırıq, yalnız test tapşırıqlarını, yəni yalnız elmi şəkildə izah verməklə qutarmır da, başa düşmək olmur. Ona görə mütləq bunu göstərmək lazımdır ki, daha anlaşıqlı olsun. Deməli, 20-ci sual düzgün cavab oldu Y variantı. 21-ə baxırıq. Deməli, sinifdə geyim tərzi zəif olan bir şagird gəlib, digər şagirdlər ona lağa edir və gülürlər. Şagirdlər bununla bağlı hansı fikrin dəyişməsi üçün nə eləyə bilərik? Yenə də kimisə lağa qoyuruq, sinifdə yaxşı bir mühit yoxdur, müsbət pozitiv bir mühit yoxdur, uşaqlar bir-birinə hörmət eləmirlər. Onun geyiminə görə tənqid etməyə davam etmək bu pisdir, bu uşağa çox mənfi təsir eləyəcək, sinifdə sağlam psixoloji ortam yoxdur. Onu qrup işindən uzaqlaşdırmaq, hansı xüsusiyyətə görə uşağı uzaqlaşdırmaq qətiyyən olmaz. Müəllim onun geyimini dəyişdirməsini istəmək, deyirəm tez o geyimi dəyişdir, bu bir növ məcbur eləyirəm də uşağı. Mənə lazımdır ki, sinifdə olan abu-havanı düzəldim. Tutaq ki, bu uşaq geyimini dəyişdirdi, amma digər uşaqlarda yenə o xüsusiyyət qalıb ki, kimsə nəsə mənfi bir şey eləyəndə başlayacaq yenə lağa qoyub ələ salacaqlar. Bəli, mən vəziyyəti düzəltmək üçün sinif mühitini düzəltmək lazımdır. Uşaqlarda empatiyanı formalaşdırmaq lazımdır, vəziyyəti anlamağa çalışmaq lazımdır. Düzgün cavab oldu D variantı 21-ci sualda. Ona geyimi ilə bağlı tövsiyələr vermək. Tutaq ki, bu uşaq geyimini düzəltdi, amma digər uşaqlarda yenə o xüsusiyyət qalıb. Sabahsı gün başqa uşaq başqa geyim geyinir. Yenə bu uşaqlar başlayacaqlar lağa qoymağa. Amma mən istəyirəm ki, vəziyyəti kökündən həll edeyim. Sinifdə empatiya olanda sabah başqa uşaq başqa geyimi geyinib gəlsə, yenə lağa qoyan olmayacaq. Çünki uşaqlarda artıq mədəniyyət, empatiya hissi formalaşmış olur. Və 22-ci sonuncu suala baxırıq.
uşaqlara 5 fərqli formatda yeni suallar hazırlamaq tələb olunur. Yeni suallar da, yəni yoxdur bundan heç yenisini hazırlayın. Yenisini hazırlamaq hansı mərhələyə aiddir? Bəli, yeni sual. Tutaq ki, mən oturmuşam hal-hazırda yeni suallar hazırlayıram. Bütün sualları özüm hazırlayıram. Yeni suallar. Bu yaradıcılıqdır. Amma məsələn baxın bu sualların hər biri sertifikasiya imtahanından çıxmış müəllimlərin, yəni yazdığı, bizə verdiyi suallar ki, yəni bu ona görə burada bir texniki səhvlər və s. yəni orfoqrafiyada səhvlər var bu suallarda. Yəni həmin müəllimlərin dediyi suallarda, yəni bu sualları mən özüm tərtib eləməmişəm ki, mən bu sualı özüm tərtib eləsəm, bu sualın 22-sini də özüm hazırlasam, bu yaradıcılıqdır. Çünki yeni yaratdım. Amma bu sualları bir növ müəllimlər deyirlər. Ona görə yəni sualı sırf özümüz yaradırıqsa, yeni suallar bu yaradıcılıq yaratmaq mərhələsinə aiddir. Bu sualları müəllimlər bizə təqdim edir belə yazılı formatda. Ona görə müəyyən səhvlər də var da burada. Yəni bunları təqdim ediblər. Mən də bunun üzərində izah edirəm. Bu yaradıcılıq deyil. Çünki bu sualı mən yazmamışam. Bu mənim yazım deyil də. Kimsə deyib bizə müəllimlər ki, bu suallar düşmüşdü. Bunu yazılı formatda bizə göndəriblər. Biz də həmin sualların üzərində izahlar edirik. Yəni yenisini yaradıramsa yaradıcılıqdır. Amma bu suallarda yenə deyirəm, müəllimlər dediyi üçün mən burada heç bir şey yaratmamışam. Hazır suallarda suallar izah edirəm. Deməli, ümid edirəm ki, yaratmaq mərhələsini tam fərqləndirə bildik. 22-ci sual düzgün cavab oldu, Y variantı. Ümid edirəm ki, bu sınağın da izahı hər biriniz üçün faydalı oldu.